Sosial şəbəkələrdə qarşıma belə bir kurs çıxdı və oradan əlaqə nömrəsi götürərək əlaqə saxladım və dost mərkəzinə yönləndirdilər, yəni müraciət etdim və onlar məni Elin peşə kurslarına yönləndirdilər. Məni qeydiyyata aldıqdan sonra bir həftə sonra məni müsahibəyə dəvət etdilər və artıq biz 10 dərsdir, dərslərimizə davam edirik. İlk dərsimiz nəzəriyyə dərsi oldu. Mən burada qaşların çəkilişi ilə yaxından tanış oldum. İnşallah 40 dərsdən sonra mən öz biznesimi qurmağa qərar vermişəm. Dövlət Məşğulluq Agentliyinə müraciət etsinlər və ödənişsiz kurslardan yararlansınlar və bizi kimi öz işlərini, gələcəkdə öz işlərini qursunlar. Bir yaxınım tərəfindən ödənişsiz, təqaüdlü peşə kursları olduğunu söylədilər. Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Onlar da sağ olsunlar məni Elin peşə kurslarına yönləndirdilər. Bir həftə sonra Elin peşə kursu məni dəvət etdi və bizim dərslərimiz başladı. Bugün artıq 10 günümdür ki, biz dərs keçirik və bu 10 gün içində biz qaş çəkməyi öyrənmişik və artıq dəri üzərində, süni dəri üzərində işləyirik. İnşallah ki, uğurla nəticələndirib 40 dərsimizi bitirdikdən sonra sertifikatla təmin olunacaq və işlə təmin olunacaq. 10 ildir ki, permanent make-up sahəsində fəaliyyət göstərirəm. Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində yüzlərlə tələbəni bu sahədə peşə sahibi olmasına dəstək olmuşuq. Kurs müddətində tələbələrimizə yalnız nəzəri biliklər deyil, eyni zamanda real, praktiki bilgilər öyrədirik. Kursumuzun məqsədi bu sahədə tələbələri peşəkar şəkildə hazırlamaqdır. Biz Elin Peşəçilik Mərkəzi olaraq Dövlət Məşğulluq Agentliyi ilə artıq 5 ildir ki, əməkdaşlıq edirik. Əməkdaşlıq çərçivəsində minlərlə işsiz və iş axtaran vətəndaşlara peşə təhsili verib, onların işlə təmin olunmasını həyata keçirmişik. Mərkəzimizdə təhsil alan vətəndaşlar məzun olduqdan sonra onların işə yönləndirilməsi prosesini həyata keçiririk. Ölkədə yerləşən tekstil fabriklərinə, restoranlara, otellərə vətəndaşların işlə təmin olunmasını həyata keçirmişik. Fürsətdən istifadə edərək ölkədə fəaliyyət göstərən özəl təhsil müəssisələrinə və özəl müəssisələrə müraciət etmək istəyirəm ki, siz də Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edərək işsiz və iş axtaran vətəndaşlara tam ödənişsiz və təqaüdlü təhsil verərək onların işlə təmin olunmasını həyata keçirə bilərsiniz. Bunun üçün də bizim sıralarımıza qoşulmağa dəvət edirik sizi.